Balakən şəhərinin Heydər Əliyev prospektində obyekt satışa çıxarılır. Kişi geyimləri yazılan obyektdir. Obyekt podvallıdır. Tam təmirlidir. Podvala girişi girəcəyin sol tərəfindədir. Mərtəbə arası beton monolitdir. Hal-hazırda ambar kimi istifadə olunur. Gördüyünüz balaca pəncərə Nizami məktəbinin həyətinə baxır. Yəni torpaq səviyyəsindən podvalı hündürdə yerləşir. Məktəb tərəfdən. Kvadratı üst mərtəbənin 40 kvadrata yaxındır. Podvalı 25 kvadratdır. Qiyməti 115.000 manata təklif olunur. Obyekt qupçalıdır. Notarial qaydada alqı-satqı edərək obyekti əldə edə bilərsiniz.